Salam əziz izləyicilər, qaldığımız yerdən davam edirik dərslərimizə. İndi mən sizə keçəcəm y bərabərdir sinus x və y bərabərdir kosinus x funksiyaları və onların xassələri. Deməli, y bərabərdir sinus x. Birinci bundan danışaq, bu funksiyadan danışaq. Əvvəlcə qrafik ilə tanış olaq. Uşaqlar, sinus x-in qrafiki, baxın, belə bir şeydir. Deməli, burası 0 deyək ki, baxın, belə bir dalğavari qrafikdir. Sıfırdan başlayır. Elə bilin ki, bu hissə bir çevrənin yarısıdır. Burada bir yarısıdır. Onda bu ikisi birlikdə tam bir çevrə edir də. Onda bunu belə bölsək, 4/1 hissəsi, elə ki, bu vahid çevrə deyil. Bunun 4/1 hissəsi deyil, 90 dərəcə. Həmin də 90 dərəcə, yəni pi bölü 2-dir. Bura yarısıdır, yəni 180, yəni pi-dir. Bura 4/3 hissəsidir, yəni 3 pi bölü 2-dir. Və burada tam dövrdür, 2 pi-dir. Təzədən eyni prosesi təkrarlamaq deyəni yazmıram. Onda bura birinci rübə olur, məntiqlə bura ikinci rübə olur, bura üçüncü rübə olur və bura dördüncü rübə olur. Məsələn, bizdən soruşsa ki, biz bu qrafiki yaxşı bilsək, əzbərləməyə ehtiyac yoxdur da artıq harda artır, harda azalır. Biz görəcəyik ki, sinus birinci rübdə artandır. Baxın, yuxarı doğru qalxır. İkinci rübdə aşağı düşür, ikinci rübdə azalandır. Üçdə yenə aşağı düşür, azalandır və dörddə yuxarı qalxır, artandır. Deməli, 1 və 4-cü rübdələrdə nə edir? Artır. İkinci və üçüncü rüblərdə siz bunları qeyd edəsiniz dəftərinizə. Azalır. Aha. Və biz trigonometriyada öyrənmişdik ki, yalnız və yalnız kosinus cüt funksiyadır. Qalan trigonometrik funksiyalar tək funksiyadır. Ona görə sinus x funksiyası tək funksiyadır. Yəni, mənfini uda bilmir. Məsələn, sinusun içində mənfi arqument olsa, mənfini qabağa atacam, olacaq sinus x. Məsələn, sinus tutaq ki, mənfi 30 dərəcə, mənfi sinus 30 dərəcə deməkdir. Yəni, mənfini qabağa atıb adi cədvəldən hesablayıb tapırıq. Sonra, dövri funksiyadır. Dövri funksiyadır. Sözlə yaza bilərsiniz. Dövr t ilə işarə olunur. Dövri funksiyadır. Əsas dövrü 2pi-dir. Əsas dövrü 2pi-dir. Burada istisnalar var. Məsələn, y bərabərdir sinus, tutaq ki, ax olsa, tamam. Dövrü 2pi-dir. 2pi böl modul a-dır. Yəni, sinus x olsa 2pi-dir. Sinus üstü tək qüvvətdir axı. Amma bu tək qüvvət olmayacaq. Məsələn, olacaq sinus üstü 3, sinus üstü 2 və s. Ona görə biz belə öyrənək. Sinusun qüvvətini yazaq bir dənə. Tutaq ki, 2n, burada yazacaq ax. 2n uşaqlar cüt ədəd deməkdir riyaziyyatda. Cütlər 2n ilə işarə olunur. Cüt ədədə 2n deyəcəyik. Mən 2n yazanda birinci cüt yazmışam. Məsələn, bura 2 ola bilər, 4 ola bilər, 6 ola bilər və s. Buradakı arqumentin qabağındakı əmsaldır. Bu tip misalların əsas dövrü və yaxud da ən kiçik müsbət dövrü pi bölünsün modul a ilə hesablanır. Amma sinusun üzəri tək olsa, məsələn, təklər də belə yazılır uşaqlar. 2n plus 1 və ya 2n çıx 1. Deyək ki, biz tək ədədi belə işarə elədik. Əgər sinusun üzəri tək ədəd olarsa, burada ax yazıram. Bu zaman bunun ən kiçik müsbət dövrü və ya əsas dövrü olacaq 2pi böl modul a. Bu nə işimizə yarayır? Məsələn, mənə deyəcək ki, misalda y bərabərdir sinus kubu 5x-in, hətta burada bir dənə 4 atıram. Deyəcək, bunun ən kiçik müsbət dövrünü tap. Biz bu 4-ü aldamayaq, bu boş şeydir. Əsas biz burada bu dərəcə ilə arqumenta fikir veririk. Tək qüvvət deyənə əsas dövrü 2pi-dir və bölürük modulda bu x-in qabağındakı əmsala, yəni 2pi böl 5 olur. Yəni, bundan sonra siz sinusun qüvvəti tək olsa, 2pi-ni x-in soluna bölün, modulda amma bölün. Amma cüt olsa, pi-ni bölün, modulu a-ya. Sonra sinusun təyin oblasti, tutaq ki, bir dənə y bərabərdir sinus x funksiyası verilib. Bunun təyin oblasti, yəni d ilə işarə olunur da. Uşaqlar, mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Fərqi yoxdur. Sinusun qüvvəti tək də olsa, cüt də olsa, heç bir fərqi yoxdur. Amma qiymətlər çoxluğu dəyişir. Yəni, sinusun üzəri tək ədəd olsa, tutaq ki, tək ədəd olsa, bunun təyin oblasti dəqiqliyi olur deməli. Təyin oblasti olur. Təyin deyirəm, özür istəyirəm, qiymətlər çoxluğu. Təyin dedikdə
qiymətlər çoxluğu tək qüvvətli olacaq. Mənfi 1 ilə 1 parçası. Yəni ən az, ən kiçik qiyməti mənfi 1-də, ən böyük qiyməti 1-dir. Nə zaman olacaq? Tək qüvvət olsa. Məsələn, y bərabərdir sinus üstü 3x tutaq ki, və ya da sinus üzəri 3 5x, 4x fərqi yoxdur. Arqumentin heç bir fərqi yoxdur. Bunun bir dəfə yenə mənfi 1, bir dəfə 1 qoyacaq. Yəni bunun qiymətlər çoxluğu mənfi 1-dir. Məsələn, y bərabərdir 4 sinus 2x. Burada sinusun üstündə tək qüvvət axı 1-dir görsənməyin. Onda biz bunun yerinə bir dəfə mənfi 1 qoyuruq, bir dəfə 1. Onda bunun qiymətlər çoxluğu olur. 4 vur mənfi 1, yəni mənfi 4. 4 vur 1, yəni 4. Bunun qiymətlər çoxluğu olur. Yəni uzun sözün qısası, sinusun üstündə tək qüvvət görsəz, sinusun hamısının yerinə arqument qarışıq. Bir dəfə mənfi 1, bir dəfə 1 qoyub parçada qeyd edirsiniz. Amma sinusun üzəri cütə də olsa, bu zaman bunun qiymətlər çoxluğu olacaq 0,1 parçası. Niyə 0,1? Çünki cüt qüvvət heç vaxt mənfi ola bilmir. Ona görə ən kiçik qiymətini 0 alır. Yəni bir dəfə bunun yerinə 0 qoyacaqsınız. Bir dəfə 1. Məsələn, y bərabərdir 5 sinus kvadrat x üstə gəl 4. Tutaq ki, bunun qiymətlər çoxluğunu istəyir. Sinusun üstündə kvadrat var deyənə bir dəfə biz bunun yerinə 0 qoyacağıq. Bir dəfə 1. Olacaq, deməli, 5 vur 0 üstə 4, bir də 5 vur 1 üstə 4. Yəni 4 ilə 9 parçası. Ən kiçik qiyməti 4-dür, ən böyük 9-dur. Qiymətlər çoxluğu 4 və 9 parçasıdır. Belə. Sinusda başqa nə qaldı? Dedik ki, sinus birinci rübdə artandır, bir də dördüncü rübdə artandır. Bunları bildik. Başqa görüm nə qaldı? Dövrü dedim, qiymətlər çoxluğunu dedim, təkliyin, cütlüyün dedim. Belə, başqa məncə heç nə qalmadı, qrafikində dedim. İndi kosinusda keçəndən sonra ikisini bir yerdə baş salacağım, bəzi şeylər var burada. Aha. İndi keçirik. Y bərabərdir kosinus x funksiyasına. Bunun qrafiki uşaqlar belədir. Deməli, 0-dan yox, 1-dən başlayır. Çünki sinus, kosinus 0-da 1 alaraq. Baxın, buradan başlayır. Bura 1-dir, bura 0-dır. Bu olacaq, deməli, 4də 1 hissəsi də çevirən. Ona görə olacaq pi böl. Deməli, 2. Bura olacaq pi. Bura olacaq 3 pi böl 2. Və bura tam dövrdür, olacaq 2 pi. Birinci rüb buradır, ikinci rüb buradır, üçüncü rüb buradır, dördüncü rüb buradır. Gördüyümüz kimi şəkildən görürük ki, kosinus x funksiyası birinci rübdə azalandır, ikinci rübdə azalandır, üçüncü rübdə və dördüncü rübdə artandır. 2 və, deməli, 1 və ikinci rüblərdə azalır, 3 və dördüncü rüblərdə artır. Bir qrafikinə görə fərqlənir kosinus sinusdan. Bir də tək və cütlüyünə görə. Kosinus yeganə trigonometrik funksiyadır ki, cüt funksiyadır. Ona görə mənfini udur. Məsələn, kosinus mənfi x elə kosinus x-dir. Məsələn, kosinus mənfi 40 dərəcə elə kosinus 40 dərəcə deməkdir. Belə. Qalan bütün xassələri sinus ilə eynidir. Yəni, ən kiçik müsbət dövrüdür. Sonra təyin oblastıdır. Qiymətlər çoxluğudur. Bu sinusda indi nə öyrəndiksə, kosinusda da eyni cüzdür. Bir də təzədən yazmaq istəmirəm. Bayaq necə yazdıqsa, onları təzədən bura köçürərsiniz. Tək qüvvətdə necə olur, cüt qüvvətdə necə olur və s. Bir də bizə belə suallar düşəcək. Məsələn, yazacaq ki, y bərabərdir a sinus x üstə gəl b kosinus x. Bura müsbət mənfi yazıram, bu çıxma da ola bilər. Bu tip sualların qiymətlər çoxluğunu bizdən soruşsa, bu qiymətlər çoxluğu deməkdir. Yadda saxlayın, bunun qiymətlər çoxluğu mənfi kök altda a kvadrat üstə b kvadratı və müsbət kök altda a kvadrat üstə b kvadratıdır. Ən kiçik qiyməti budur, ən böyüyü budur. Bu ən kiçik qiymətdir, bu ən böyük qiymətdir. Nə deməkdir bu? Məsələn, mənə belə bir sual düşüb. Y bərabərdir 3 sinus 5x lap 7x olsun. Üstə gəl 4 kosinus 7x. Deyir ki, bunun tutaq ki, qiymətlər çoxluğunda və ya da ən kiçik qiymətdə, ən böyük qiymətdə. Burada baxıram ki, arqumentlər eynidir. Burada toplumu da ola bilər, çıxma da. Biri sinus, biri kosinus olmalıdır. Burada əsas bizə 3 ilə 4, yəni əmsallar lazımdır.
Pifagor teoremi yadınıza düşün. Deyib ki, katetləri 3 və 4-dür, hipotenuzu istəyir. Kök altda 3-ün kvadratından 4-ün kvadratını toplayırsan, eləyir 25, oradan da 5 çıxır. Bir dəfə bunun əksini yazırsan, bir dəfə özünü. Deməli, bunun qiymətlər çoxluğu -5 5 parçasıdır. Ən kiçik qiyməti -5-dir, ən böyük qiyməti 5-dir. Bunlar da bizə lazım olur. Bir də bunu uşaqlar nə ilə qatırlar? Və bu sualına. Məsələn, yazır ki, misalda y bərabərdir 3 sinus kvadrat, tutaq ki 7x üstəgəl 4 kosinus kvadrat 7x. Burada da götürüb həmən düstur eləyirlər. Da demirlər ki, burada kvadrat var. Eləmək olmaz. Bu o deyil. Bu zaman nə edəcəyik? Biz bunu parçalayacağıq 3 və 4 kimi. 3 və 1 kimi. Niyə? Çünki 3 və 1-in cəmi 4 eləyir. Bəs niyə 3 və 1? Biz buradakı əmsalla bunu eyni eləməliyik. İndi görəcəksiniz. Bax, yazıram 3 sinus kvadrat 7x üstəgəl 3 kosinus kvadrat 7x üstəgəl kosinus kvadrat 7x. Elə bir ki, misalda 4-ün yerinə belə parçaladım da, başqa heç eləmədim. Buradan mən 3-ü çıxartsam, ortaq vuruq kimi qalacaq. Sinus kvadrat 7x üstəgəl kosinus kvadrat 7x və üstəgəl bu kosinus kvadrat 7x. Bu əvvəlki dərsimizdə keçdik ki, sinus kvadrat alfa üstəgəl kosinus kvadrat alfa 1 verir bizə. 3-ü də 1-ə vurdum, 3 elədi. 3 üstəgəl kosinus kvadrat 7x. Və kosinus cüt qüvvəti dedik ki, sinus kimi davranır. Cüt qüvvətin də qiymətlər çoxluğu 0,1 parçası idi axı. Bir dəfə 0 qoyuram, bax bunun yerinə. Bir dəfə 1 qoyuram. Olur 3 üstəgəl 0, bu 3. Və 3 üstəgəl 1. Deməli, bu 3 və 4 parçası oldu qiymətlər çoxluğu. 3 və 4 parçası. Ən kiçik qiyməti 3-dür, ən böyük qiyməti 4-dür. Yəni, bu misalla bayaqki misalı nə badə qatasız. Başqa görək nə qaldı sinus kosinusda. Əsas dövründə dedim sizə. Belə modullar olur. Məsələn, 47-ci sual tiplər. Modulun ən kiçik qiyməti 0-dır. Ona görə bura -1, 1 yox, 0,1 qoyacaqsınız, hesablayacaqsınız. Yəni, kosinus, modul kosinus yəni bir dəfə 0, bir dəfə 1 qoyub hesablayıb tapacaqsınız. Burada bir sual var. Uşaqların ən çox səhv elədiyi sual tiplərindəndir. Bu 41-ci sual. Bunu bir dənə izah eləmək istəyirəm mən sizə. Ondan sonra keçəcəm tangens, kotangensə, sonra videonu dayandıracağım. Deməli. Məsələn, bu 40 elə yazaq. Yazıb ki, bunun qiymətlər çoxluğudur. Uşaqlar nə edir? Bax, uşaqların səhvini deyirəm sizə. Bilirəm ki, siz də eləyəcəksiniz o səhvi. Götürürlər kotangensin yerinə. Kotangens axı trigonometrik eyniliklərdə kosinus böl sinusdur. Yazırlar kosinus üstəgəl sinus vur kosinus böl sinus. Və bunları rahat ixtisar aparırlar. Qalır kosinus üstə kosinus, yəni 2 dənə kosinus. Və kosinusun qüvvəti təkdir deyənə biz dedik ki, tək qüvvətdə kosinus və sinusda -1 parçasıdır. Bir dəfə -1 qoyurlar yerinə. Olur 2 vur -1, yəni -2 və bu 2-dən söhbət gedir. Bir dəfə də 2-ni 1-ə vururlar, olur 2. Cavab -2, 2 parçası və cavablarda da var. Amma səhvdir. Nə badə? Niyə səhvdir deyirəm? Sildim bunu. Uşaqlar, burada fikir verdinizsə, kosinus x yazdım, üstəgəl sinus x. Kotangensdə kosinus böl sinus yazdım. Məxrəcə nə yarandı? Sinus yarandı. Məxrəc nə ola bilməz? 0 ola bilməz. Bunu mütləq yazmaq lazım idi. Sonra ixtisar apar getsin. Oldu ki, kosinus x. Aha, indi mən -1 qoymalıyam, razıyam. Mən amma bunları parça kimi qoysam, yəni -1 bura qoysam, biz öyrənmişik ki, cədvəldə kosinus -1 burada alır, yəni 180 dərəcədə. Biri də burada alır 0 dərəcədə, düzdürmü? Aha, 180 və 0-da sinus nə alır? Yəni 180 dərəcə və 0 dərəcə sinus alır 0. Düzdürmü? Sinus da məxrəcdə idi axı bayaq bizdə. Məxrəcə 0 ola bilməz. Ona görə bu tip suallarda məxrəcdə əgər ki, belə bir şey yaransa, bunu kvadrat yox, yumru mörtəzə götürün ki, çünki kosinus -1 olsa, sinus həmən qiymətlərdə 0 olur, məxrəcə 0 ola bilməz. Yəni, cavab -2, 2 parçası yox, -2, 2 intervalı olacaq. D variantı. Yəni, mörtəzəni kvadrat yox, yumru götürəcəksiniz. Çatdı fikrim. Belə. Bu da çaşdırıcı suallardan biri idi. Deyəcəklərim bu idi. İndi keçək tangens x və kotangens x funksiyalarını. Bunu da öyrədim sizə.
Deməli, birinci başlayırıq tangents x funksiyasından. Bu əsas bloka düşür. Buraxılışa da bəlkə düşər. Ona görə izah edeyim də sadə versiyası düşə bilər. Amma çox vaxt sinus kosinus düşür. Tangentsin qrafikindən başlayıram. Uşaqlar, tangentsin qrafiki artıq fərqlidir. Tangents axı 90-da təyin olunmayıb deyənə. Bunun asimptotları var da. Pi bölü 2'lər, yəni mənfi bölü 2'ləri təyin olunmayıb. Ona görə belə eləyəcəyik. Bura pi bölü 2 yazacağım. Bura pi yazacağım. Bura 3 pi bölü 2 yazacağım. Bura 0. Bura mənfi pi bölü 2. Bura mənfi pi. Bura mənfi 3 pi bölü 2. Baxın, bunları yazdım. İndi buradan belə xətlər çəkirəm. Bu xətlər nə deməkdir? Yəni bunlarda təyin olunmayıb da, bunlarda qrafik çəkilməyəcək. Bir də burada təyin olunmayıb da. Bu dərəcələrdə təyin olunmayıb deyənə. Məxrəc 0 oldu. Və ya da saxlayın. Tangents artan funksiyadır. Ona görə artacaq. Baxın, qrafiki təxminən belə bir şeydir. Gəlir 90 dərəcənin düz dirənir yanında, amma dəymir də 90. 90 üstünü keçə bilməz. Bir də belə bir şeydir. Bir də belə bir şeydir. Qrafiki budur. Monoton artandır. Və ya da hissə artandır. Hissə nə deyirik? Yəni yavaş-yavaş artır da. Hissə artandır. Tək funksiyadır. Bir dənə kosinus cütüdür. Ona görə tangents mənfini uda bilmir. Qabağa atır. Sonra bütün rüblərdə artır. Hissə artan həm də bütün rüblərdə artan deməkdir. Bütün 4 rüblərdə artandır. Bütün rüblərdə artandır. Sonra təyin oblasından qiymətlər oblasından danışmaq istəyirəm sizə. Təyin oblası nədir? Birinci qiymətlər çoxluğunu deyim sizə. Qiymətlər çoxluğu y-də mənfi müsbət sonsuzluqdur. Yəni hər bir qiymət ala bilər, heç bir problem yoxdur. Amma təyin oblası ehtiyatlı olacaq. Deyək ki, x həqiqətdir, x daxildə nə deməkdir? Yəni x bütün həqiqətlər çoxluğunda yerləşir. Yadda saxlayın, x fərqlidir. Pi bölü 2 üstə pi k. Nə deməkdir? Bu k da daxildə z. Yəni hər 90 dərəcə və onun 180 qatlarında təyin olunmayıb. Çünki 90-a təyin olunmur axı. Bundan başqa bütün x-larda təyin olunur. Bax, təyin olması belə işarə olunur. Qiymətlər çoxluğu hər şey ola bilər. Tək funksiyadır. Hissə artır, bütün rüblərdə artır. Bir də nəyə yadda saxlayın? Məsələn, birinci rübdə sinus da artır, tangents da artır. Məsələn, mən desə ki, tutaq ki, birinci rübdə bir dənə bucaq verəcək. Sinus tutaq ki, 40 dərəcə ilə, tangents 40 dərəcəni deyəcək müqayisə ilə. Hansı böyükdür, hansı kiçikdir. Yadda saxlayın. Tangentslə sinusun eyni bucağında, əgər ikisi də artandırsa, tangents daha böyükdür. Tangents həmişə sinusdan böyükdür. Niyə? Gəlin bir dənə misal kimi göstərmişəm. Məsələn, bildiyimiz bucaqlardan gedək də. Çünki biz 40 dərəcəni bilmirik. Amma bildiyimiz bucaqlar var bizim. Məsələn, 30 dərəcə. Deyək ki, sinusun 30'unu götürək. Bir də tangentsin 30'unu. Sinus 30'da cədvəldə alır 2'də 1. Tangents alır kök 3 bölü 3. Kök 3 bölüsündən 1 bölü 2'ni müqayisə etmək üçün kökdən qurtulaq hər tərəf kvadrat üstədik. Bu olacaq 1 bölü 4. Bu olacaq 3 bölü 9. İxtisar geçici olacaq 1 bölü 3. Sizcə 1 bölü 4 böyüdür, 1 bölü 3. Təbii ki, 1 bölü 3. Çünki məxrəcləri fərqli olub, sürətləri eyni olan kəsillərdə məxrəci kiçik olan daha böyükdür. Və yaxud da 45 dərəcəni götürsəz, yenə görəcəksiniz ki, tangentsin qiyməti daha böyükdür. Bu belə. Tangents haqqında deyəcəklərim bunlar idi. Məsələn, tangensdən necə sual düşə bilər? 5 tangents kvadrat x üstəgəl 3. Tutaq ki, deyək ki, ən kiçik qiymətini tap. Tangents hər şey ala bilər. Ona görə tangents kvadratının ən kiçik qiyməti 0 olacaq da kvadratdır. Bura 0 qoyacaqsan, 5 vur 0. 0 cavabı olacaq 3. Kotangensə keçək. Y bərabərdir kotangens x funksiyası və onun qrafiki. Kotangensin qrafiki uşaqlar bütün rüblərdə azalandır. Deməli, bura olur. Deməli, pi tutaq ki, 2 pi. Bura olsun 3 pi bölü 2. Burada 0. Bura nələr qaldı? Pi bölü 2 qaldı. Bura
pi yazıram. Bura 3pi bölü 2. Bura 2pi yazıram. Bura mənfi pi bölü 2. Bura mənfi pi. Sonra bura mənfi 3pi bölü 2. Bura mənfi 2pi. Aha, bunun asimptotları isə pi'lərdir. Çünki pi də təyin olunmayıb da 180'da və onun qatlarında. Bu hissəsi azalandır, yəni bütün rüblər də azalır. Sıfırda da təyin olunmayıb təbii ki. Ona görə bunun qrafiki necə olacaq? Baxın, belə bir şey olacaq. Biraz səliqəsiz oldu. Baxın, belə bir şey. Belə bir qrafiki var. Bu kotangesin qrafikidir. Tək funksiyadır. Yəni dedik ki, kosinus cütdür. Ona görə kotangesi mənfini uda bilmir. Qabağa atır. Sonra bir də bayaq sizə tangensin əsas dövrünü demədim. Elə burada deyim. Şuralar tangensində, kotangensində qüvvətindən asılı olmayaraq əsas dövrü pi'dir. Əsas dövrləri pi'dir. Və əgər tangensdə də, kotangensdə də, ikisində də eyni cürdür. Məsələn, tangens tutaq ki, ax var və ya da kotangens ax var. Fərqi yoxdur. Üstündə kvart da olsa fərqi yoxdur. Kub da olsa. Bunun əsas dövrlü olacaq pi böl modula. Pi böl modula. İkisində də eyni cür olacaq. Bayaq adından çıxmışdı. Ona görə indi deməyə istədim. Sonra hissə isə azalan funksiyadır kotangens. Yəni bütün rüblərdə azalır. Bütün rüblərdə azalandır. Sonra kotangensin təyin oblasti. Deməli, bütün x həqiqi ədədləri üçün x fərqlidir pi-k. Yəni 180 və onun qatlarında təyin olunmayıb. Qalan x-ları təyin olunub. K burada daxildir z. Qiymətlər çoxluğu bunda hər şey ola bilər. Tangens kotangensin tərsidir. Zaten xassələri bir-birinə oxşuyur. Bir dənə təyin oblasti fərqlidir. Bir də artıb azalmalı. Qalan hissələr eynidir. Sonra bir də siz bunu bilin uşaqlar. Çox məşhur suallardan tangens üstə kotangens yazılsa və ya belə yazılır. Və ya tangens üstə 1 böl tangens. Belə kotangens deməkdir. Çünki tangens kotangens tərsidir. Bu tip funksiyalarda uşaqlar qiymətlər çoxluğu hər ikisində 2 cür ola bilər. Ya ola bilər mənfi sonsuzdan mənfi 2 daxil, ya da ola bilər 2-dən müsbət sonsuzluq daxil. Əgər tangens x müsbətdirsə, bu haldır. Aşağıdakı mənfidirsə yuxarıdakı. Heç nə verilmişsə bunların ikisi də birləşir. Yəni hər hansısa bir tangens kotangens üçün qiymətlər çoxluğu olur. Deməli, mənfi sonsuzluqdan mənfi 2-yə birləşir 2-dən müsbət sonsuzluğa. Yəni sizə tangens x, kotangens x-lər müsbət mənfi verməsə, desə ki, qiymətlər çoxluğunda, bax bunu işarələyirsiniz, gedir. Görün, buna aid sual var topluda. Baxın, məsələn, 24-cü sual. Dediyim dilə. Cavab B variantı. Bir də bu tip suallar. Məsələn, 29-a baxaq. Əslində dediyim dövr. Gəlin, bir dənə də belə sual işləyirsiniz. Deyir ki, bunun əsas dövrü pi böl 7-dir. Biz də bilirik ki, tangensin qüvvəti nə olur olsun, əsas dövrü pi böl moduladır. A nədir? X-in solundakı arqument, yəni A-5. Bunlar bizə maraqlı deyil. Yəni, pi böl modulda A-5 bərabər verib bizə pi böl 7. Pi'lər ixtisar gedir. Modul A-5 olur 7. Modul tənliyində müsbətsə cavabı 2 cür əlli vardı. Ya müsbət 7, ya mənfi 7. Buradan A-nı tapsaq, bunu bu tərəfə atsaq 12 olur. Buradan da mənfi 2 olur. Deyir, A-nın alabiləcəyi qiymətlərin cəmini tap. 12 ilə də mənfi 2-nin cəmi eləyir 10. Maraqlı bir sual. Belə.
Məsələn, burada maraqlı bir sual var. Baxın, deyir, mənfi pi böl 2 pi bölü 2 aralığında tangens modul x-in qrafikində. Normalda tangensin qrafikini bayaq çəkdiyimiz üçün tangensin qrafiki uşaqlar əslində modul deməsəydi bizdə A variantı olmalıydı, düzdürmü? Amma modul dediyinə görə modul da mənfi ola bilməz axı. Yəni biz bu misalı həll edəndə A-nı çıxmalıyıq, çünki A-da mənfiyə düşmə var. C-də də C ümumiyyətlə həm mənfiyə düşüb, həm də kotangensin qrafikinə oxşuyur. D-də də mənfiyə düşmə var, Y-də də mənfiyə düşmə var. Modul dediyinə görə ancaq müsbətdə olmalıdır. Ona görə cavab olur B variantı və s. Belə. Bu videomuz da bu qədər olsun. İnşallah növbəti videoda sizə keçəcəm çevirmə düsturları. Sağ olun.